Mənə qarşı irəli sürülən ittihamlar hamısı saxtadır, böhtandır. Bu mənə qarşı böhtandır. Çünki Azərbaycan xalqı bilir bizim polis bölmələrində nələr baş verir. Bu gün Suraxanı rayon məhkəməsi bloger Mehman Hüseynovu 2 il həbsə məhkum edib. Bloger böhtanda günahlandırılır. Mehman Hüseynov bu il yanvarın 9-da saxlanılmışdı. Polisin qanun əmrinə tabe olmamaqda günahlandırılan Hüseynov bir gün sonra 200 manat cərimə edilərək sərbəst buraxılıb. Nəsimi rayon məhkəməsi həmçinin onun saxlanması zamanı işgəncəyə məruz qalması ilə bağlı şikayətinin prokurorluqda araşdırılması barədə qərar qəbul edib. Mehman Hüseynov azadlığa buraxıldıqdan sonra Nəsimi rayon məhkəməsinin qarşısında jurnalistlərə oğurlandığını, başına torba salındığını və işgəncələrə məruz qaldığını bildirib. Yanvarın 11-də blogerin vəkili onun bədənində xəsarət yerlərinin və paltarında qan ləkələrinin əks olunduğu fotolarını yayıb. Ancaq Daxili İşlər Nazirliyi blogerə polisdə işgəncə verilməsi ilə bağlı deyilənləri əsassız sayıb. Beləliklə, Nəsimi rayon polis idarəsinin rəisi Musa Musayev blogeri Cinayət Məcəlləsinin böhtan maddəsi ilə təqsirli bilinməsi ilə bağlı xüsusi ittiham qaydasında məhkəməyə verib. Məhkəmədə Mehman Hüseynov ittihamı əsassız adlandırıb. Məhkəmə cəmi 2 saat yarım çəkib və hakim çox tez bir zamanda hökmü elan edib. Hakim blogerin vəkili Elçin Sadıqovun çoxsaylı vəsatətlərini təmin etməyib. Məhkəmə prosesi özü qanunsuz keçirildi, çəkişmə prinsipi pozuldu, müdafiə hüququ pozuldu və bizə kifayət qədər hazırlaşmaq üçün də vaxt vermədilər. Və məhkəmə tələsirdi ki, hökmü elan etsin. Və tələsik hökmü elan etdi, heç bir qalı araşdırmadan və bizim qaldırdığımız vəsatətlərin heç birini təmin etmədən. Biz bu hökmlə razı deyilik və apellyasiya şikayəti verəcəyik və bu bir mənalı olaraq ölkədə söz azadlığının çox kobud şəkildə pozulmasıdır. Apellyasiya şikayətini nə vaxt verəcəksiniz? Tezliklə hökmü alıb verəcəyik, amma hələ ki məhkəmə hazırlıq iclasının qərarı da 3 gün ərzində bizə təqdim olunmalı halda verilməyibdir bu günə qədər qanunsuz olaraq. Amma biz çalışacağıq ki, ən azı hökmün verilməsinə qanunun tələbini pozmasınlar və hökmü bizə versinlər. Məhkəmə sizə vaxt vermədi son çıxış üçün. Səbəb nə idi? Səbəb düşünürəm ki, o idi ki, məhkəmə hökm çıxartmağa hazır idi və hökm hazır edinə qədər cəza verilməsi. Ona görə məhkəmə bizə yazılı çıxış etmək üçün heç bir imkan vermədi və cəmi yarım saat vaxt versə də 10 dəqiqədən sonra qayıdıb çıxış etməyimi tələb etdi və sonra hökmü elan etdi tələb-tələsik. Mehman nə dedi son çıxışında? Mehman bildirdi ki, özünü təqsirli bilmir və bütün hallarda sifariş yuxarıdan gəlib onun həbs olunması üçün. Tapdıq Fərhadoğlu, Pərvanə Bayramova, Bakıdan Amerikanın səsi üçün.